Hər kəsi xoş gördüm. Sizinlə mən psixoloq Samira Bağırova hələ ki davam edirik. Yaxşı oğlan həbsxanada olmaz. Və mənim bu sözümə cavab olaraq elə yaxşı oğlanlar həbsxanada olur. Hacı statusu daşıyan Vasif bəy fikir bildirdi. Nail Kəmərlinin verilişində və biraz ajiotaja səbəb olubdu bu söhbət ki, zənglər də gəlir. Mən başa düşürəm. Şərlə, böhtanla həbs həyatı sürən insanlar da var. Təbii ki, bu söz onlara aid deyil. Amma orada Vasif bəy belə bir söz deyir ki, bıçaq var, onunla çörək kəsmək də olur, başqa şey də eləmək olur. Məsələ burasındadır ki, mən ümumiyyətlə bir müddətdir ki, verilişlərə qatılmırdım. Belə bir qayda var. İstəyir televiziya kanalı olsun, istəyir YouTube üzərindən çəkilən verilişlər olsun. Əgər verilişin sponsoru qonaq qismində verilişdə oturursa, onun danışdıqlarına, belə deyək də, kimliyindən asılı olmayaraq, hansı savada biliyə sahibdir, asılı olmayaraq, məhz onun əsas olaraq tərəfi danışıqları götürülür, video, reels kimi və yaxud reklam kimi paylaşılır. Ən təhlükəli tərəfi də budur ki, doğru kimi cəmiyyətə həzm elətdirilir, gidizdirilir. Və belə şeyləri gördüyümə görə qatılmırdım. Nail Kəmərli dəvət eləyəndə sadəcə mövzu narkotik olduğuna görə ki, əslində bunun kökü nədir axı? Mən bilmirdim sponsor Vasif bəydir. Bilsəydim qatılmayacaqdım. Heç bir şəxsi qərəzliyim yoxdur. Sadəcə biraz çətin olur da, belə deyək. Cəmiyyətimizdə fikir mübadiləsi aparmaq, efirdə, mədəni şəkildə müzakirə etmək, mövzunu təhlil etmək, mədəni hətta belə deyək də mübahisə etmək mümkün deyil. Mən bir dəfə bir post paylaşmışdım. Savadlı cahillər və bu savadlı cahillər cəmiyyətimizdə müxtəlif sahələrdə var. İstəyir müəllim, həkim, hakim, hər sahədə var. Eləcə də din sahəsində də var. Ona görə də belə insanlarla biraz hər hansısa savadlı bir mövzuları savadlı şəkildə təhlil etmək çətin olur. Çünki özlərinə məxsus bir davranışlar var ki, sərgiləyirlər. Əzbərlədikləri hər hansısa informasiyalar var və o informasiyalardan onlar insanların emosiyalarını, belə deyək də, manipulyator olduqları üçün təsir edə bilirlər və təhlükəli tərəf odur ki, cəmiyyət inanıb onlara tərəf gedə bilir. Və görəndə ki, mövzu qarşıdakı insan daha ağıllı danışır, daha savadlı danışır, elmi sitatlar, misallar gətirir, adam özünü kölgədə hiss etdiyinə görə həmən keçir basqıya, nə? Aid olmayan mövzuya. Ki, bu verilişdə də bu təkrar olundu. Təbii ki, Nail bəy indi pul alıbdır, reklam eləməlidir adamı, fərqi yoxdur, nə danışılır, nə olur və video risklər ancaq elə cəmaatda da belə bir agresiya yaradıbdır ki, bu da bir növ cahilliyin göstəricisidir ki, əfsuslar olsun ki, yəni cəmiyyətə göstərilir ki, hacı statusunda olan insan nə deyirsə, öz keçmiş əsrlərində nə danışırsa o düzdür, o qayda qalmalıdır, psixoloq səhvdir. Həkim psixoloqa müraciət etməyin, hacılara, dinə müraciət edin. Mən dinə qarşı da deyiləm. Çox yeri gəlsə dərin bilgilərim də var dinlə bağlı. Amma məsələ burasındadır ki, baxır hansı verilişdə və kimlə çıxırsan bu mövzunu təhlil eləməyə. Ona görə bu mövzuda da olduğu kimi birinci ki, söhbət narkotik qaldı bir kənarda. Əslində mövzu o idi ki, istər narkotik olsun, istər spirtli içki, qumar, siqaret, yəni cinsi asılılıq. Bütün bunların hamısının adı asılılıqdır. Yəqin ki, yenə deyirəm, YouTube-da efir gedəcək bütöv şəkildə. Asılılığın səbəbi nədir? Kök səbəbi nədir? Ki, onu danışmalıydıq və nədənsə birdən-birə mövzu keçid edir və həmən bəy başlayır danışmağa emosional olaraq ki, qadınların əxlaqsızlığından. Deyir, kim nədən acdırsa ondan danışar, kim nəyi düşünürsə ondan danışar. Mövzu qaldı bir kənarda, indiki qadınlar orasını burasını şişirdir, əxlaqsızdılar, telefonda qalıblar, uşaqlarına tərbiyə etmirlər, nə bilim, daha nələr və yaxşı oğlan, elə yaxşı oğlanlar həbsdə olur. Və mən də deyirəm ki, yaxşı oğlan həbsdə olmur. Və ümumiyyətlə
emosiyalarını idarə edə bilməyən bir insan, istəyir kişi olsun, istəyir qadın olsun, əlindən xəta çıxırsa, sadə dildə desək, ki, qatil olur və gedib həbsə düşürsə, bu insana yaxşı demək mümkün deyil. Ki, belə sözlər deyilir, məktəblərdə gənclər, nə bilim, yeniyetmələr ona görə adi bir mübahisədə bıçağı çıxardıb biri-birinə soxurlar. Əgər yaxşı bir nəsil çıxıb bunu deyirsə, həm də hacı statusunda, neysə, sonra Sovetskinin, Kubinkanın qaydalarını misal gətirirsə, buna qulaq asan bir yeniyetmə nə götürə bilər? Və çox əfsus, çox təəssüf hissi ilə ayrıldım. Çünki birincisi bilmirdim ki, sonradan ki, elə yaradıblar ki, sanki psixoloqu vurmaq, psixoloqu səhv çıxartmaq məqsədi ilə riskləri güya ki yayırlar. Buna deyilir psixoloji savadsızlıq. Qeyd edirəm, əgər bir insan emosiyalarını idarə edə bilmirsə, qatil olursa, onu göndərirlər həbsə ki, get, orada emosiyalarını idarə etməyi öyrən ki, sən artıq cəmiyyət üçün təhlükəli bir varlıq hesab olunursan. İnsan da demək olmur ki, niyə? Çünki insan qaydalarına riayət etməlidir də. Sən artıq təhlükəli varlıq hesab olunursan, bugün bunu öldürmüsənsə, kontroldan çıxmısansa, demək sabah da kontroldan çıxıb başqasına, həyatına son qoya bilərsən. Ona görə göndərlər həbsxanaya ki, get özünü daxilən tərbiyələndir. İndi bilmirəm, bizim həbsxanalarda psixiatrlar, psixoloqlar da mövcuddurmu, ya yox ki, hərçənd ki, bu da olmalıdır. İnsan etdiyi yanlışın bilməlidir, kökünü tapmalıdır, onunla işlənməlidir və çox böyük təəssüf hissi ilə istər Nail Kəmərli olsun, istər bu hacı statusunda olan bir çox insanlar var ki, insanlara çox baskı edərək, belə bir emosional çıxışlar edərək mövzunu tamamilə yanlış bir yerə gətirəndə görürlər ki, qarşısındakı insan səhv çıxardır, susturur, elmi bilgilər gətirərək. Loru dildə buna həyasızlıq da deyilir ki, nəysə. Və əfsuslar olsun ki, belə aparıcılar da var ki, pula satılırlar və yanlış şeyləri təbliğatı ilə məşğuldular. Bunu da nəzərə alaraq bugündən sonra mən yenə deyirəm, heç ağlıma gəlməzdi ki, sponsor məhz qonaq olacaq yenə də. Belə. Uzun sözün qısası, bugünkü gün izlədiyimiz verilişlərdə, istər televiziyada olsun, istər YouTube kanallarında bütün izlədiyimiz verilişlər həqiqətə danışırmı, bizə həqiqi bilgiləri mi verirmi? Bu özü çox böyük sual işarəsi doğurur. Ona görə elə hər şeydən uzaq olmaz yaxşıdır ki, mən düşünürəm ki, kitab mütaliə eləmək ən doğrusudur dahilərin. Və bir insan nəyi izləyirsə, nəyi düşünürsə, nədən danışırsa, ondan da acdır. Mən izlədiyim yetəri qədər dini bilgim var ki, uşaqlığımdan ilahiyyatçılıqla da məşğul olmuşam çox uzun illər. Yetəri qədər kitablarımda da, romanlarda da mən bunu bildirmişəm. Yetəri qədər mənə orada qəzəllər, misallar gətirilir. İlk sahəm filologiyadır. 100-dən çox qəzəllərim var ki, inşallah onları da kitab halına salacağım. Və bir insan qayıdıb deyəndə ki, mənim qarşıma ancaq orasını, burasını şişirdilmişlər çıxır. Mən belə deyək də müəyyən səbəblərdən dini səhifələri izləmirəm. Elşad Mirini ancaq izləyirəm ki, həqiqətən tərbiyələndirici və doğru şəkildə, savadlı şəkildə çatdırır insanlara. Başqa digər bir şeyləri izləmədiyim üçün mənim qarşıma çıxmır. Demək ki, insan nə vaxtsa izləyir, bunun düşüncəsində olub ki, qarşına ancaq bunlar çıxır. Bu qədər. Diqqətiniz üçün təşəkkürümü bildirirəm.